Son zamanlar Azərbaycanda qadın cinayətlərinin sayı artıb. Bunun səbəbini nədə görürsünüz? Mən bunun səbəbini bu alimentdə. Alimenti yüksək elədiklərinə görə qadınların hamısı ona arxeyin olur. Boşanırlar, bəli. Bu da düzgün deyil. Onun hamısı ana bacımızdır. Mən pis mənada demirəm. Bir-birini nə qədər başa düşsə, bir o qədər gözəl olar, yaxşı olar. Ona görə düşürsüz cinayətlər işdən. Bəli, ona görə cinayətin sayı artıb. Hər yerdə də mən onu göstərə bilərəm. Bu da düzgün şey deyil. Mənim də anam var, bacım var, gəlinimiz var. Bu prosto bir-birini başa düşməlidir. Götürüb bir-birinin sözündən ötərin, hər zadı yaratmaq lazımdır, söz yaratmaq lazımdır. Mən elə bilirəm ki, evin ağsaqqalı kişi olmalıdır. Xatuna görə çıxır ki, burada arxayınçılıq yaranır, çox arxayınçılıq yaranır. Ki, mən aliment alıb, mən kişisiz evlad saxlayanım. Ancaq o qadın başa düşmür ki, sabah o evladın tərbiyəsi necə olacaq? Mənim neçəsini mən özüm yaxınlaşmışam ki, lazımdır, bir-birinizi başa düşün, evladınız var. Bir-birinin sözünü heç hası giymir. Ya kişiyi deyim, ya arvad. Mən bu yaşımda yanana əl qaldırmaq heç mənim fikrim olmuyor. Ancaq birdən elə sözlər olur ki, o ümumiyyətlə düzgün deyil. O yaraşmır o sözlər. Mən yenə deyirəm ki, qadına əl qaldıran da düzdür eləmir. Ancaq elə həddə çatıb ki, mən gördüyümü deyirəm. Qadın məcbur eləyir onu. Qadın onu məcbur eləyir. Günahkar alimentin üstündədir. Vallahi heç xəbərim yoxdur. Çünki mən belə TikTok nazarına maraqlanan deyirəm. Ona görə heç xəbərim də yoxdur. Vallahi ailə zəminində ola bilər, nəsə sözə baxmaz, ya bir hərəkət eləyər, bir şey eləyər. Başqa necə ola bilər? Tərbiyəsizlikdən olan şey ola bilər. Başqa nə ola bilər? Onu eləyən də onun tayıdır da, belə demək olar. Başqa cür də baş salmaq olar. Və yaxud da ki, biz bilmirik də, evin içində deyirik. Bəlkə neçə dəfə baş salıb, görüb alınmır, axır nöqtəsi bunu tapır da. O da ola bilər. Nə kişiyə, nə qadına. Əl qaldırmaq olmaz, heç nə olmaz. Söz deyib, başa düşürsə o insandır. Başa düşmürsə heç o insanla oturma, durma gəlir. Bu ilə də qutarır. Kim hansı yolla gedir, nə ilə məşğul olur. O deyil, həmən şeylər də, həmən qadınlar pis yollara çəkilir. O çəkilirsə o yola, pis yola düşürsə o söz, pis yolda deyəndə bunlar qabalıyada söhbət gedir də. Pis yol odur. Sağlamlığı itirir, ağlı başında olmur. Normallığı öldürməzlər, bəli. O pis yola çəkəndə o gün pisdir. Gərək allanmasın adam. Nə şiddət görməz, ağıllısa. Yəqin nəsə var arada, ona görə şiddət görür. Haqsızlıq da eləmək olmaz qadına qarşı. Ki, nəsə səhv olanda nəsə acıqlanmaq olar, nəsə sözdən demək olar. Amma vurmaq, nəsə bədənini vuruşdurmaq, şikəst eləmək olmaz.